Hər vaxtınız xeyirli olsun dəyərli mühasiblər, maliyyəçilər və sahibkarlar. İlk öncə hər birinizi Ramazan ayı münasibəti ilə təbrik edirəm. İnşallah Allah Subhanahu taala tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin. Mən bu günləri sizə maliyyə uçotu və vergi tutma məqsədləri üçün ümidsiz borclar, şübhəli borclar anlayışına, mövzusuna toxunacağam. Təbii ki, maraqlı mövzudur, geniş mövzudur. Bu mövzu bir tək mühasiblərin yox, həm maliyyəçilərin, mühasiblərin, hüquqşünasların, eyni zamanda vergi mütəxəssislərinin bir yerdə müzakirə edib və müzakirənin əsasında çıxaracağı bir mövzudur. Amma mən yenə də bunu maliyyə tərəfdən, mühasibatlıq tərəfdən məsələlərinə bir yanaşma edəcəm və münasibət bildirəcəm. Ümumiyyətlə, ilk öncə ümidsiz və şübhəli borc yalnız və yalnız o borclara aid olur ki, o borclar debitor xarakterli borc olsun. Debitor xarakterli borc isə o borclar hesab olunur ki, biz hər hansısa bir mal, iş, xidmət qarşı tərəfə təqdim etmişik və həmin mal, iş, xidmətin qarşılığında gəlir əldə eləmişik və ilk vacib olan məsələlərdən biri bu gəlirin tanınması hesablama metodundan olmalıdır. Yəni biz onu artıq gəlir kimi tanımalıyıq və digər tərəfdə də maliyyə vəziyyəti haqqında hesabatımızda isə biz debitor borc kimi qeyd etməliyik. Əgər bu əməliyyatlar aparılıbsa və uçot aparılıbsa, bu zaman biz ümidsiz borc, şübhəli borc məsələsinə yanaşma edə bilərik və ümidsiz və şübhəli borclarımızı uyğun olunduğu zaman xərcə tanımaq hüququmuz var. Maliyyə uçotunda. Maliyyə uçotunda biz bunu tənzimləyəcəyik. Ümumiyyətlə, nəinki maliyyə uçotunda, müqavilə ilə tənzimləyəcəyik. Müqavilə ilə, əgər müqavilədə hər hansısa bir məsələ qeyd olunmayıbsa, müəssisənin öz daxili uçot siyasətində şübhəli və ümidsiz borclarla bağlı bir siyasət ola bilər olsun. Yəni, hansı dönəmdən sonra bizim üçün alacaqlarımız, yəni debitor xarakterli borclarımız, daha doğrusu debitor borclarımız şübhəli borc kateqoriyasına keçir. Bu, artıq müəssisənin öz daxili uçot siyasətində qeyd edilir. Şərti olaraq, deyək ki, hər hansısa bir XMMC öz uçot siyasətində qeyd edib ki, bizim hər hansısa bir müqavilə ilə tənzimlənən borclarımız, müqavilə ilə tənzimlənməyən borcumuz varsa, mal, iş, xidmətin təqdim olunması zamanı, müqavilə ilə tənzimlənməyən odur ki, deyək ki, biz hər hansısa bir şirkətə mal, iş, xidmət təqdim edirik və müqavilədə qeyd edirik ki, bunun ödəməsini 12 aydan sonra alacağıq. Elə bir artıq elə çıxır ki, mənim o pulu istəmə müddətim, tələb haqqım, hüququm yaranır 12 aydan sonra. Amma ola da bilər ki, biz hər hansısa bir şirkətə mal, daha çox klassik statistik şirkətlər bu formatda eləyir, orada dövr qoymur və malı satır. Təbii ki, bugünkü bazarda bir məhsulu, xidməti satmaq üçün, bazarda daha geniş pay əldə eləmək üçün daha çox biz nisyə satışlar eləyirik. Bu zamanda təbii ki, bax, bu formatda xarakterdə problemlərlə üzləşirik. Hansı ki, müştərilər o borcları vermir, qaytarmır. Buna görə də biz nə edirik? Ya müqavilədə o dövrü, yəni tələb dövrünü qeyd edirik, ya da biz qeyd etmədiyimiz halda, maliyyə uçotuna görə müəssisənin özünün uçot siyasətində o mütləq qeyd olunur ki, biz hər hansısa bir borclarımıza neçə dövrdən sonra, 3 ay, 5 ay, 10 aydan sonra o borcla bağlı tələb hüququmuz var. Artıq o borcun tələb olunmasından bağlı iddia dövrünə keçirik. Yəni, o borcu istəmək, ardınca hüquqi müstəviyə qaldırmaq və borcun sonda alınmasını təmin eləmək. Bax, bu mövzulara artıq müəssisənin öz uçot siyasətində qeyd olunur və yaxud da müəssisənin öz idarəetmə uçotunda olur. Bizim üçün, deyək ki, o uçot siyasətimizdə qeyd olunan məsələ varsa, biz hər hansısa bir dövrdə gəlir kimi tanıdığımız və həmin gəliri artıq ala bilmədiyimizi öyrəndiyimiz zaman ümidsiz borc kimi xərcə tanıyırıq və eyni zamanda maliyyə vəziyyəti haqqında hesabatdan istər şübhəli borc ehtiyatı kimi, istər də əgər bununla artıq razılaşmış olduğumuz halda silinmiş, birbaşa silinmə kimi, yəni debitordan çıxartma kimi uçotumuzda həyata keçirə bilərik. Vergi tutma məqsədləri üçün burada biraz yanaşma fərqlidir. Təbii ki, vergi məcəlləsi də bununla bağlı məsələləri qəbul eləyir. Vergi məcəlləsi də məhz 111-ci maddədə, bununla bağlı 111-ci 1-ci və 111-ci 2-ci maddədə
daha çox qeyd eləyir ki, bu mühasibat kitablarında silindiyi zaman, mühasibat kitablarında silindiyi zaman demək bu məntiq çıxır ki, müəssisənin mütləq uçotu olmalıdır, uçot siyasəti olmalıdır və uçot qaydaları olmalıdır. Əgər müəssisənin uçot siyasəti, uçot qaydaları varsa, sən hansı dövrdə mühasibat kitablarından o şübhəli borcla bağlı məsələni həll edib, yəni silmisənsə, o zaman məntiq elə çıxır ki, biz vergi məcəlləsində də bunu silmək hüququmuz var. Amma burada önəmli məsələlərdən biri mütləq biz bu mövzu ilə bağlı biraz, çünki vergi məcəlləsi bizə hər hansısa bir qadağa və yaxud da dövr, zaman tanımayıb. Bunu mühasibat kitablarına qeydiyyatın silindiyi, mühasibat kitablarında qeydiyyatın silinməsi isə Azərbaycan Respublikası mühasibat çot haqqında qanunla da tənzimlənir. Eyni zamanda bəzi məqamlar var ki, bu mülki məcəllə ilə tənzimlənir. Burada ən incə məqam iddia dövrü deyilən bir dövr var. Bu o deməkdir ki, iddia dövrünün məntiqi nədir? İddia dövrünün məntiqi ondan ibarətdir ki, biz o dövr ərzində o borcumuzu istəmək hüququmuz var. Əgər biz iddia dövrünü keçirmiş olsaq, artıq bunun belə deyək də, zaten istəmək hüququmuz bitir. Bax, çox incə məqamlar buradadır. Bunu təbii ki, hüquqşünaslar daha yaxşı izahını verər. Amma müəyyən bir məsələyə mən bir yanaşma verəcəm uçotla bağlı. Deyək ki, mülki məcəllədə qeyd olunur ki, ümumi müqavilə üzrə iddia dövrü 3 ildir. Daşınmaz əmlakla bağlı 6 ildir və ümumi ümumiyyətlə iddia dövrünün ümumiyyətlə götürəndə 10 il üzrə olur. Bu o deməkdir ki, məsəl üçün müqavilə üzrə hər hansısa bir bizim iddiamız varsa, iddiamız deyəndə pulu tələb eləmək hüququmuz varsa, biz 3 il ərzində buna artıq tələb eləməliyik, bundan bağlı məhkəmələrə müraciət eləməliyik və bundan bağlı iddiaları qaldırmalıyıq. O dövrdə bizim üçün iddia dövrü hesab ediləcək. Amma biz deyək ki, bundan bağlı heç bir məsələni belə deyək, qabartmamışıqsa, biz hər hansısa bir o 3 il ərzində biz hər hansısa bir müraciətlər eləməmişiksə, bundan bağlı şirkətə demişik, ödəməni elə, amma bundan bağlı hansısa bir hüquqi müstəviyə bu məsələləri qaldırmamışıqsa, burada artıq iddia dövrünün bitmə məsələsi olur. Bu zaman artıq ziddiyyətli məsələlər formalaşır. Çünki bizim üçün o dövr ərzində biz artıq bu məsələni müzakirəyə, hüquqi müstəviyə qaldırmalıyıq. Amma bir məsələ də burada var ki, əgər hər hansısa bir məsələ hüquqi müstəviyə qalxıb və orada qərara alınıb ki, bu borc ödənilsin, bu zaman bunun da ödənilmə məsələsi, biz onu yenə də o zaman ümidsiz borclara atmaq hüququmuz olmur. Çünki bununla artıq məhkəmənin qərarı var. Məhkəmənin qərarı da 30 il müddətinə icrası gözlənilir. Yəni, bax, burada belə bir incə məqamlar var. Amma deyək ki, şirkətlər mülki məcəllədə ümumiyyətlə orada silinməli olma ilə bağlı da məqamlar var. Hansı ki, belə qeyd edim, deyək ki, müəssisə müflis olub, məhkəmə qərar verir ki, bu müəssisə müflis olub, o zaman artıq biz həmin borcu ümidsiz borc kimi silə bilirik. Yəni, xərci atırıq. Bu o deməkdir ki, vergi tutma məqsədlərində mənfəətimizi həmin borc qədər azaldırıq. Amma bu qeyd etdiyim kimi, mütləq vergi məcəlləsi də, yəni vergi tutma məqsədləri üçün də mütləq gəlir hesablama metodundan tanınmalıdır. Çünki sən keçmiş dövrdə bu ümidsiz borc kimi sildiyin məbləği gəlir tanımış olmalısan ki, sən bu gündə onu silə biləsən öz mənfəət bəyannaməndə xərc kimi. Ona görə bu məsələlərdə bax bu formatda diqqət olunur və məhkəmədə qərar verilərsə, müflis olub müəssisə, ləğv edilib müəssisə, bu kimi hallarda artıq biz onu ümidsiz borc kimi silə bilərik. Yox, əgər burada bizim aramızda borcla bağlı hansısa bir anlaşılmaz məqam var və məhkəmə qərar verir ki, bu ümidsiz borc, bu borc ödənilsin və qarşı tərəfdə bununla razılaşırsa və məhkəmənin də qərarı varsa, artıq biz onu ümidsiz borc kimi verə bilmərik. Çünki burada hansısa bir ziddiyyətli məqamlar həll olunduğu üçün o borcun alınma proseduru sonradan davam edəcək. Son olaraq onu qeyd edim ki, ümumiyyətlə ümidsiz borc bizdə istər vergi tutma məqsədləri üçün, istər maliyyə uçotu üçün, əgər keçmiş dövrdə biz bu ümidsiz borcla bağlı gəlirlərdə tanımışıqsa, gəlir kimi qeyd etmişiksə, biz o zaman bunu xərc kimi tanıya bilərik və həmin ili, həmin dövrdə mənfəətimizi həmin ümidsiz borc qədər azaltmalıyıq. Digər burada nüanslardan biri də ümidsiz borc olunan borcun ƏDV tərəfidir, yəni debitorun ƏDV tərəfidir. Biz bilirik ki, hər hansısa bir ƏDV ödəyicisi mal, iş, xidmət təqdim etdiyi zaman mütləq orada
ədəbi öhdəliyini də yaratmalıdır. Burada 166-cı maddənin bir nöqtə deməli 3-cü bəndində qeyd olunur ki, ümumiyyətlə hansı zamanda ədəbi öhdəliyi yaranır və onlardan da biri iddia dövrünün artıq biz mütləq o borcla bağlı ƏDV-ni dövlətə ödəməliyik. Çünki 166 maddənin tələbi bizdən bunu bu formatda istəyir. İddia dövrü olduğu dövrdə və yaxud da ümidsiz borc kimi silməyib saxladığımız zaman biz bilirik ki, 166-cı maddədə qismən ƏDV kassa metoduna bənzəyir. Yəni ödəmənin baş verdiyi halda istər ƏDV, istər əsas məbləğin ödənilməsi baş verdiyi halda vergi öhdəliyi formalaşır. Ödənmədikcə bu vergi öhdəliyi formalaşmır və buna görə də bizim iddia dövrü sanki ödəmənin aparıldığı dövrdür. Yəni onun biz əsas məbləğini xərcə tanıyırıq, ümidsiz borc olaraq xərcə silirik, mənfəət bəyənnaməmizdə xərc bölməsində göstəririk, amma ƏDV-sini isə dövlətə ödəmək məcburiyyətində oluruq və ödəyirik. Çalışdım bu mövzu ilə bağlı müəyyən məqamları çatdırdım sizə və hər hansısa bir təbii ki, dostlarımız sualınız olsa şərhlərdə qeyd edə bilərsiniz. Bacardığımız qədər o suallara da cavab verməyə çalışacağıq. Allah tutduğunuz orucları qəbul eləsin. İnşallah növbəti görüşlərdə. Sağ olun.